Ne yazdılar? Yazmadılar. Namaz vakti canlıda oturmak için aldım. Bir gözler, bir de gözler. Aşkım uğraşın. Buyurun əzizlərim. Buyurun əzizlərim. Deyiləm. 7 kere aldatıldım, 8'de ayrıldım. Bu günah mı? Hocam 7 kere aldatıldım, 8 defa ayrıldım. Bir günahtır. Əzizim, sənə bir söz demək istəyirəm. Sən... Mən sənə nə deyirəm, mənim sözümü pis başa düşmə. Əgər sən 7 dəfə aldanılmışsansa, 8 dəfə ayrılmışsansa, sən tüşlər demişkən, ben kızışmışsın. Ve bu kızışmanın değiliz. Kızıştıysan, bura yandıran söndüren yer değil. Ona göre ben başka yerde söndürürüm. Bir sözden günahtır. Ben Gözden. Narahat olma, az kaldı. He. Aynı 14 yoksa 15'i. 10 tane de. He. Bir yazıp çıkaka bir yanda ev çöştü sesiniz. Sözlerle qəlb qırmaq günahtır bu həqqi. Əlbəttə günahtır. Əzizlərim, qəlblərin fəsadətləri var. Əgər ki bir qəlbin palurdasıdırsa, olar. Əgər yox, o qəlbin palurdası deyilsə, olmaz. Məsələn, sənin qəlbin kimi. Olmaz, bəli. Qıza baxmaq günahtırmı? Gör onu kimə versin. O sualı gör kimə Əgər versin. ki, sən bir oğlansan, qız sənin qabağında oturub. Bir yazıb ki, o çapalamışsa nə deməkdir? Qoyunu palurda sözünün mənasını mən deyəcəm. Əgər ki, qız sənin qabağında oturub, ya da baxıb başqa şeylər fikirləşirsənsə, olmaz, günahdır. Estağfurullah. Olmaz, olmaz, günah. Məndə olan bir şey. Gör kimə gör. Tam adamla verirsən ha. Palurla əslində rus dili danışmaq heç nə günahdır. Rus dili danışmaq çox günahdır, конечно günahdır. Amma ki, əzizlərim, elə sözləri var ki, biz bəzi insanları Azərbaycan dilində və hədislərindən başa sala bilmirik. Ona görə biz məcburuq ki, rus sözləri ilə ifadə edirik. Gözdən onu. 8 adım ulan Əsmət. Bir yazıb ki, hocam bizi üflə. Hoca bir dənə şirin üflüyor. Tərbiyəsiz başla. Hocam seni sevmek günahtır. Hocam ben sana mən bağım, sana bir söz diyeyim bak. Ben sevmek günahtır. Günahtır. Günahı bilmirəm, sevaba girmək istəyirsiniz də bundan uzaq durun. Qısa qalma. Gidelim mi? Eğer ki o partinin axırında rayon varsa gedək. Məsləhət olur. Rayon havası arada hocaya lazımdır məndə. Müstəhəbdir. Eğer yok o partiden sonra ben evime gelip yine oturup yayında tıkla tıkla diyeceğimse ben o partiye yaparım. Xahiş edirəm senden. Ödürək buluncum. Ay Emil, sənin fikrin nədir Murat? Qaqa sənə bırak. Eve gələcək. Yok kardeş özün git o partiye ben ne yaparım? Əzizlərim. O benim üzümde, hocam sizin üzünüzde niye şeytan tükür var? Bilmirəm mən belə. Hocam Allah'dan xəbəri yoxdur. Ağzıma gələni deyilən tutur. Hocalar bara gedir. Bəli, bazar günü. Hocanın da bəli gün görməyə və istirahata ehtiyacı var təbii. Allah səni